Quba xanlığı Telegram kanalı təqdim edir. Quba şəhərinin bugünkü mərkəzində gəzdiyimiz küçələrin altında bir zamanlar tarixi Quba qalası yerləşirdi. Bu qala 18-ci 19-cu əsrlərdə Quba xanlığının siyasi, hərbi və inzibati mərkəzi idi. 1747-ci ildə Qubalı Hüseyn Əli xan iqamətgahını Qubaya köçürür və şəhər sürətlə inkişaf etməyə başlayır. 1811-ci ildə Rus hərbi mühəndisləri tərəfindən tərtib edilən baş plana əsasən Quba qala şəhəri idi. Şəhər bişməmiş kərpicdən hörülmüş qala divarları ilə əhatə olunmuşdu. Divarların hündürlüyü təxminən 3-4 sajen, 130 sajenə qədər, uzunluğu isə 400 sajenə çatırdı. Qalanın 3 əsas darvazası var idi: Bakı, Əmsar və Orta. Qalanın içərisində Xan sarayı, Cümə məscidi, bazar meydanı, ticarət dükanları və məhəllələr yerləşirdi. Xan sarayı bir tərəfdən Qudyalçaya, digər tərəfdən isə şəhərin əsas meydanına baxırdı. Küçələr radial şəkildə meydandan qala qapılarına doğru uzanırdı. Tarixi mənbələrə və 1811-ci il Quba qalasının baş planına əsasən, qala divarlarının xətti bugünkü küçələrin üzərindən yox, əsasən onlara paralel şəkildə məhəllə daxillərindən keçirdi. Bunun əsas səbəbi odur ki, Quba şəhəri 19-cu, 20-ci əsrlərdə demək olar tam sökülərək yenidən planlaşdırılıb. Köhnə qala xətti isə yalnız topoqrafiya və məhəllə istiqamətləri ilə oxuna bilir. Quba qalasının şərq və şimal-şərq hissəsi Ərdəbil məscidindən 2 tin aşağıdan, yəni Mirzə Fətəli Axundzadə küçəsi boyunca indiki Quba şəhər bir saylı tam orta məktəbinin yerləşdiyi sahə ilə uzanırdı. Bu hissə Əliqulu Nərimanov küçəsinə qədər gəlirdi. Lakin vacib məqam budur ki, qala xətti birbaşa Əliqulu Nərimanov küçəsi ilə üst-üstə düşmürdü. Qala həmin küçənin şimal tərəfində yerləşən evlərin içərisi ilə, yəni indiki küçəyə paralel xətt üzrə davam edirdi. Buradan qala divarları Quba rayon mədəniyyət mərkəzinin yerləşdiyi ərazidən keçərək qörüsvari şəkildə üzü Heydər Əliyev küçəsi ilə Hikmət Hüseynov küçəsinin kəsişmə nöqtəsinə doğru yönəlirdi. Daha sonra qala xətti Nizami Parkı istiqamətində Çuxur Hamamdan bir tin yuxarıdan keçərək Səməd Vurğun küçəsi xəttinə çatırdı. Bakı qapısı Mirzə Fətəli Axundzadə küçəsi ilə Məmmədəmin Rəsulzadə küçəsinin kəsişməsi, orta qapı Fətəli xan küçəsində, Çuxur Hamamdan cənub tərəfdə və nəhayət Əmsar qapısı təxminən indiki Quba rayon mədəniyyət mərkəzinin yerləşdiyi ərazidə mövcud olur.